Salam müəllimlər. Seçim nəzəriyyəsi ilə davam edirik. Sinifdə intisam idarəetmə sisteminin mövcudluğu aşağıdakı məqsədlər üçün faydalıdır. Bir öyrənmənin inkişaf etdirildiyi, dəyərləndirilirsə, əməli şəkildə həyata keçirildiyi mühiti yaratmaq, yəni öyrənmə baş tutsun mühitdə. İkinci, şagirdlərdə özünü tənzimləmə, özünün nəzarət bacarıqlarını inkişaf etdirmək. Yəni bu iki dənəsi çox mühümdür. Sinifdə intisam və idarəetmə sisteminin mövcudluğu buna səbəb ola bilər. İndi bu nə deməkdir? Yəni həm öyrənmə, həm davranış. Əsasən ikisini nəzərdə tuturuq. Və bu məqsədə nail olmaq üçün elmi cəhətdən sınanmış üsullardan biri də, nəzəriyyələrdən biri də seçim nəzəriyyəsidir. Seçim nəzəriyyəsi nədir? William Gleiser tərəfindən, Amerikalı psixoloq tərəfindən irəli sürülmüşdür. Davranışın fərd tərəfindən hisslərə ehtiyaclar əsasında etdiyi seçim olduğunu, xarici şərait tərəfindən müəyyən edilmədiyini və idarə olunmadığını mülahizə edir. Yəni demək istəyir ki, davranış xarici təsirlər altında əsasən baş vermir. Yəni insanın özünün içəridən gələn bir istəyi var və sərbəstdir fərd bunda. Çünki onun bir qüvvəsi var, daxili qüvvəsi var. Hər bir insanın daxili gücü var ki, istəsə düz hərəkəti seçər, istəsə səhv hərəkəti. İstəsə öyrənər dərsi, istəsə öyrənməz mənasında bir dənə fikir yürüdüb və hər bir halda insan öz müqəddəratını təyin edən varlıq kimidir. Belə deyək də, azad təfəkkürlü bir varlıq kimi irəli sürüb. İndi seçim nəzəriyyəsi iddia edir ki, müəllimlər şagirdlərin davranışına birbaşa nəzarət edə bilməzlər. Çünki o öz hisslərini necə idarə edəcəyini özləri seçirlər. Müəllim sadəcə nə edə bilər ki, biz bu hansı vəziyyətdir, niyə bunu belə elədi? Yəni seçim niyə budur? Ona görə reaksiyalarını dəyişdirmə imkanı verəcək. Təşviq eləyirik ki, sən dəyiş bunu. Yəni bu məndə təsir eləyə bilər. Yoxsa özü edə bilməz. Müəllimlər bunu etdikcə şagirdin davranışları yavaş-yavaş dəyişəcək. Beləliklə seçim nəzəriyyəsinə görə insanların əsas deməli ehtiyacları haqqında danışanda 5 dənə ehtiyacı haqqında danışırıq. Burada birinci ehtiyac sağ qalma ehtiyacından söhbət gedir. Sağ qalma ehtiyacı ora aiddir, adi məsələdir, qidadır, sığınacaqdır, fiziki rahatlıq, insan üçün lazım olan funksional təməl ehtiyacları. Yəni söhbət burada əsas nizam-intizam və təhlükəsizliklə əlaqədardır. Bunlara diqqət eləyirik və müəllimlər də nə etməlidir? Təhlükəsizlik, hörmət dəstəklərin davranış qaydalarına riayət etməklə şagirdlərin də nizam və təhlükəsizlik ehtiyaclarını təmin edə bilərlər. İkincisi, sevgi və mənsubiyyətdir, mühümdür. Bu da ən mühümlərindən biridir. Seçim nəzəriyyəsində ən mühüm, bəlkə də mühüm ehtiyacdır və şagirdlərlə müəllimlər arasında münasibətin qurulmasına çox vacibdir. Yəni müəllimi tərəfindən və ya dostları tərəfindən sevilməyən şagirdlər bir müddətdən sonra öyrənmə prosesini pozacaqlar. Yəni xaos yaradacaqlar. Nə qədər ki müəllimlər, idarəçilər inam, hörmət, tolerantlıq inkişaf etdirmək, qarşıkeş öyrənmə mühiti yaratmalılarsa, yəni bu sevgi və mənsubiyyətdən söhbət gedə bilməz. Üçüncü ehtiyacımız güc ehtiyacıdır. Deməli, güc ehtiyacı şəxsi inkişaf, insan həyatının keyfiyyətini yüksəldən biliş bacarıqlarının inkişaf etdirilməsi, yüksək nailiyyətlərin təşviq edilməsi və şagirdin özünə dəyər hisslərinin artması ilə qarşılanır. Yəni, hər bir insanın güc ehtiyacı var, güclü olmaq istəyi var. Yəni, sağ qalmaq istəyi var, sevgi istəyi var hər bir insan. Hər bir insanın daxildən gələn güc istəyi var. Əgər biz o güc istəyini onların elm oxumağına və ya hər hansı bir fiziki idmana yazılmağına tutaq ki, deyək də, bu hissələri yönəltməsək, nə baş verəcək? Onlar onu başqa yerdə sınayacaqlar. Yəni elmi də düzgün yönəltməsək başqa cür olacaq. O bir dənə səhv etmirəmsə Almaniyada deyə məktəb direktorumu ya bilmirəm kimsə ifadə edir, deyir ki, biz müharibə vaxtı elə həkimlər gördük ki, cəza alətləri düzəldirdilər, mexaniklər və s. Yəni baxmayaraq ki, insanın güclü təfəkkürü var, aydın məsələdir ki, onu yönəltmək çox önəmlidir. Bir, ikincisi də gücü var. Bu dəfə zehni gücdən yox, fiziki gücdən söhbət gedir. Əgər biz onu düzgün sağlam idmana yönəltməsək, aydın məsələdir ki, o vurub qırıb dağıtmağa məktəbdə meyil edəcəkdir. Bu da gücə ehtiyacı, sonra gəldik. Deməli, dördüncü azadlıq ehtiyacı. Dördüncü ehtiyacımız azadlıq ehtiyacıdır. Deməli, azadlıq, hər bir insanın azadlığa ehtiyacı var. Yəni, mahiyyəti odur ki, müdrik seçimlər etməkdən söhbət gedir və şagirdlərə akademik və sosial inkişaf ilə bağlı sahələr və məsələlər haqqında seçim etmə imkanı yaradırıq. Oturacaq yerlərinin təşkili, birgə öyrənmə fəaliyyəti, layihələr üçün komanda üzvlərinin seçilməsi, tapşırıqlar verəndə tapşırıqların seçilməsi, bu seçimlərdə iştirak etmək azadsız. Yəni biz uşaqlara elə imkan yaradırıq ki, onlar sinifdə özlərini rahat hiss edirlər. Deyir ki, mən seçmirəm, uşaqlar özünüz seçin. Mövzular lövhədə var. Ürəyiniz istəyən bir dənə mövzunu seçə bilərsiniz. Və ya bugün sərbəst verirəm, uşaqlar istəsəz fərdi işləyərsiniz, istəsəz qrup işi, istəsəz düzdür. Bunun da nəzarət olunacaq hissəsi var ki, yəni bir-birinə etiraz edib
dərsi destruksiya etməsinlər, amma bütün hallarda çox önəmli məsələlərdən biridir. Və nəhayət son ehtiyac hər bir insanın ki, əylənmə ehtiyacı var. Bunu deyəndə müdavimlər məni qınayacaqlar. Əylənmə ehtiyacı hanı ancaq oxuyuruq. Oxuyun, inşallah sertifikasiyadan sonra, MİQ-dən sonra əylənərsiniz. Əylənmə ehtiyacı bir sıra təcrübələri əhatə edir. Bura adi məsəl sevinç, həzz, məmnunluq, oyun, yumor, şənlik, əyləncə, insan həzz aldığı fəaliyyətlərin əksəriyyəti bura aiddir. Bu ehtiyac dostlara sahib olmaq, sevgi, məsuliyyət, azadlıq imkanı, özünə təhlükəsiz hiss etməyin nəticəsidir. Yəni əvvəlkilər var ha, sağam, sevgi var ətrafımda, gücümüz var, azadlığımız var, sərbəstlik, əylənə bilərik artıq. Yəni bu da insanın sonuncu ehtiyacı kimi irəli sürüb, qəşəng nəzəriyyədir. Yəni ehtiyaclar da görürsünüz ki, həqiqətən də əksər insana uyğun gəlir. Baxsaz özünüzdə, yəni bu normal nəzəriyyədir. Seçim nəzəriyyəsi üzrə, yəni müəllimlər, məktəb və müəllim heyəti nə edə bilər? Prinsiplər var, prinsiplərə baxırıq. Məsələn, şagirdləri keyfiyyətlə bağlı gündəlik müzakirələrə cəlb etmək, şagirdlərin həyatın müxtəlif sahələrində keyfiyyəti təmin edilməsini təşviq edirik. Şagirdləri keyfiyyət anlayışını dərs tapşırıqlarına tətbiq etməyi təşviq edirik. Görürsünüz, çox təşviqdir. Məktəbdəki əhvallarını qiymətləndirməsini istəyirik. Şagirdlərə uğurun onların fəaliyyətində rol oynaması barədə danışırıq. Nədən asılıdır? Təkmilləşdirmək lazımdır. Məcburi intizam qaydalarından da istifadə edirik. Bu yanlış düşüb müəllimlər. Məcburi intizam üsullarından daha az istifadə, az sözü düşməyib, az istifadəyə çalışın və bunun əvəzinə deyir, şagirdlərə problemlərə sahib çıxmağa və həll yollarını tapmağa təşviq edin. Yəni şagirdləri cəzalandırmaqdansa həll yolu tapmağa təşviq etsəz daha yaxşıdır. Sonra başqalarına təhlükə yaradan davranışlara tolerantlıq göstərməyin, dözümlülük göstərməyin. Əgər bir şagird başqalarına qarşı düzgün davranmırsa, artıq o şagirdə qarşı tolerant davranmayacağıq. Buna diqqət eləyirik. Sonra gəldik bura. Onlar yalnız məktəb gözləntilərini qarşılamaq və qiymətləndirmək üçün plan yaratdıqdan sonra dərsə qayıda bilərlər. Özlərində işləsinə sonra dərsə qayıtsınlar. 8-ci fərdi və qrup problemlərini həll etmə, əməkdaşlıq möhkəmləndirmək üçün daimi sinif iclası keçirin. Beləliklə, seçim nəzəriyyəsinin əsas məqsədi şagirdlərin həm yaşlıları ilə güclü əlaqələr qurması, öyrənmə və inkişaf ilə bağlı məlumatlarda düzgün seçim etməsi, öz hərəkət düşüncələrini idarə etməsidir. Aydın məsələdir ki, hər kəs burada şagirdləri dəstəkləməlidir. Onlar akademik, sosial, əqli, mənəvi inkişafını dəstəkləsələr, doğru mühiti yarada bilərik. Bu qədər.